Aşur dövləti. Dəclə çayı sahilində salınan bu şəhər Tanrı Aşurun şərəfinə adlandırılmışdı. Əvvəllər kiçik ticarət şəhəri olan Aşur tədricən güclü şəhər dövlətə çevrildi. Aşur şəhər dövlətinin ilk yüksəlişi Eradan əvvəl 2-ci minilliyin ortalarında baş verdi. Eradan əvvəl 8-ci yüzillikdə orduda əsaslı dəyişiklik etdikdən sonra dövlət daha da gücləndi. Döyüş arabaları süvari, atlı hissələrlə əvəz olundu. Qoşundan öndə gedən kəşfiyyat dəstələri, ilk dəfə mühəndis qoşun hissələri və rabitə bölmələri yaradıldı. Əsas dəyişiklik isə ordunun ancaq peşəkar döyüşçülərindən təşkil olunması idi. Aşur ordusu həm də dəmirdən hazırlanan silahlarla təchiz olunurdu. Güclü peşəkar ordu yaradan Aşur, iki çay arasını tamamilə özünə tabe edib, Ön Asiyanın digər ərazilərinə hücumlara başladı. Aşur hökmdarları Suriyanı, Fələstini, Finikiyanı işğal edib, dövlətin sərhədlərini Aralıq dənizi sahillərinə qədər genişləndirdilər. Misir və Urartu üzərində qələbələr Aşurun mövqeyini möhkəmləndirdi. Eradan əvvəl 8-7-ci yüzilliyin əvvəllərinə kimi Aşur Ön Asiyanın ən güclü dövləti hesab edilirdi. Dövlətin paytaxtı Nineva adlanan yeni şəhərə köçürüldü. İşğal olunan ərazilərin əhalisi ilə olduqca amansız rəftar edilirdi. Müqavimət göstərən ərazinin əhalisi ən vəhşi üsullarla məhv edilir, şəhərlər yerlə yeksan olunur, ölkənin sərvəti tamamilə qarət edilirdi. Bu siyasət tabe edilən xalqlarda Aşura qarşı nifrət hissini artırırdı. Aşur hökmdarları Urmiya gölü hövzəsinə də tez-tez basqınlar edirdilər. Manna dövlətinin güclənməsi Aşur hökmdarının siyasətində dəyişiklik yaratdı. Onlar Urmiya gölü ətrafındakı Manna ilə müttəfiqlik əlaqələri qurdular. Urartu dövlətinə qarşı birgə mübarizə aparmaqda üstünlük verdilər. Eradan əvvəl 7-ci yüzilliyin əvvəllərində Qaradəniz ətrafında Türk, İskit, Aşur mənbələrində İşquz tayfalarının yürüşlərinin başlanmasından sonra vəziyyət dəyişdi. İskitlər köçəri həyat keçirdiklərindən onlarda atçılıq inkişaf etmişdi. İskit döyüşçüləri at belində düşmənə ox yağdırır, sürətli manevrlərlə rəqiblərini çətin vəziyyətə salırdılar. İlk döyüşlərdə Aşur ordusu İskitlərin süvari alaylarının qarşısında davam gətirməyib geri çəkildi. Aşurun məğlub olma xəbəri işğal altında olan xalqları ümidləndirdi. Eyni vaxtda bir neçə ərazidə üsyanlar başladı. Manna dövləti tam müstəqil olmaq üçün İskitlərlə yaxınlaşdı. Nəticədə bəzi ərazilər Aşurun tabeliyindən azad oldu. Hökmdar Aşurbanipalın sayəsində Aşur bir müddət dövlətçiliyini qoruya bilsə də, onun qüdrəti sarsılmışdı. Eradan əvvəl 7-ci yüzilliyin sonlarında Midiya və Babil dövləti birləşərək Aşur üzərinə həlledici hücuma başladı. Midiya ordusu Aşurlar üçün müqəddəs sayılan Aşur şəhərini hücumla tutdu, qarət edib dağıtdı. Aşurları yüzilliklər boyu Ön Asiya xalqlarından qarət edib öz məbədlərində saxladıqları ölçüyə gəlməz sərvəti talan edildi. Eradan əvvəl 612-ci ildə Midiya və Babil orduları Aşurun sonuncu paytaxtı Aslanlar yuvası Ninevanı tutaraq şəhəri talan etdilər, dağıdıb yandırdılar. Aşur hökmdarı özünü sarayın alovları içində ataraq öldürdü. Yüzilliklər boyu başqa xalqlara mərhumiyyətlər yaşatmış, zülmə məruz qoymuş dövlət az sonra süqut etdi. Onun ərazisi qaliblər arasında bölündü. Babil və Aşur mədəniyyəti. Babil və Aşur xalqlarını Şumer mədəniyyətinin davamçıları hesab etmək olar. Bu xalqlar Şumerlərdən qalma zəngin mədəniyyəti mənimsəyərək onu özlərinə uyğunlaşdıra bildilər. Mixi yazı bu xalqların əsas yazısı olaraq qalırdı. Babil astronomları ay ili təqvimini təkmilləşdirə bildilər. Aşurlar və Babillər öz tanrılarına zikuratlar ucaldırdılar.
İncəsənət. Aşur və Babillərin əsas yenilikləri rəssamlıq və heykəltaraşlıqla bağlı olmuşdur. Minilliklər ərzində torpağın altında qalmış Aşur şəhərləri arxeoloji qazıntılar nəticəsində işıq üzü gördükdə alimlər heyrətə gəlmişlər. Aşur saraylarındakı qabarıq divar təsvirləri, bədii zövq və təbiiliyi ilə hamını heyran qoymuşdur. Divar rəsmləri hökmdarın ov səhnələrini, saray həyatını, müharibələrdə qələbələrini əks etdirir. İki çay arası əhalisinin əsarətlərinin əfsanəvi canlılarına, qanadlı öküz, qrifon və sfinks heykəllərinə üstünlük verilməsi Aşur-Babil heykəltaraşlığının mühüm xüsusiyyəti idi. Memarlıqda əsas yeri saray və məbədlər tuturdu. Aşur hökmdarları özlərini şöhrətləndirmək üçün yeni, möhtəşəm saray tikdirir, onu öz zövqlərinə uyğun divar rəsmləri, əsatir canlıları rənglərlə bəzədirdilər. Saray həyat fəaliyyəti üçün lazım olacaq hər şeylə təmin olunurdu. Ona görə saray ayrıca bir şəhərə oxşayırdı. Babil qülləsi haqqında rəvayət. Rəvayətə görə dünyanı su basdıqdan sonra insanlar hamısı bir dildə danışırdı. Bir gün insanlar tanrıların yanına qalxa bilmək üçün hündür bina tikmək fikrinə düşdülər. Binanın bir hissəsini tikdikdən sonra tanrılar bundan xəbər tutdular. Onlar insanların bu hərəkətini bəyənməyib tikintidə işləyən insanların dillərini dəyişdirərək müxtəlif etdilər. Səhəri gün tikintidə çalışan insanlar bir-birini anlaya bilmədilər. Divar hörənlər, kərpic kəsənlər, mala qarışdıranlar biri digərinin dilini başa düşmədi. Buna görə ustalar dalaşıb çıxıb getdilər və qüllə yarımçıq qaldı. Dünyanın qədim kitabxanası. Aşurun sonuncu qüdrətli hökmdarı Aşurbanipal öz dövrünün ən savadlı adamlarından biri olmuşdur. O, əvvəlki hökmdarlardan fərqli olaraq elmə, mədəniyyətlə bağlı idi. O, iki çay arasında yaranan ədəbi abidələri, şeir, nağıl, əfsanə və rəvayətləri toplamağa çalışırdı. Buna görə də iki çay arasının hər yerində yüzlərlə Mirzə göndərmiş bütün mövcud olan ədəbiyyat nümunələrinin üzünü köçürərək saraya gətirməsini əmr etmişdi. Aşurbanipal özü də bu yazıların üzünü köçürülməsində iştirak edirdi. Onun səyləri nəticəsində 30.000 gil kitabədən ibarət kitabxana yarandı. Nineva düşmənlər tərəfindən dağıdılıb yandırılsa da, Aşurbanipalın kitabları salamat qalmışdır. Aşurbanipalın sayəsində biz bugün qədim Şumer əfsanə və heykəlləri, Babillərin və Aşurların əsatirləri haqqında məlumatı ala bilirik.